Dirayətçi Günhan İsmayıllı bugün ad gününü qeyd edir. Axşam Nöqtası xəbər verir ki, o 60 yaşı münasibəti ilə şəhər restoranlarından birində məclis qurub. Dirayətçinin doğum günündə onun sənət dostları da iştirak edir. Gecədən görüntüləri təqdim edirik. İnsanın hərənin öz ömrü var, bir ömür payı var. Bu ömrü gərək mənalı yaşayasan. Bax elə Fərd Express kimi. Mənim bugün bu 60 il yubileyimi mən bilən elə işıqlandır ki, maşallah bütün dünyaya səs salacaq. Ona görə mən Fərd Expressə təşəkkürüm bildirirəm, minnətdarım bildirirəm.